Salam değerli izləyicilər, mən bugün sizə onurğada olan bəzi xəstəliklər barəsində məlumat verəcəm. Bəzi xəstələrin MRT rəyində göstərilir ki, xəstədə həm disk yırtığı var, həm spondilolistit var, yəni fəqərəsində iltihabı var. Bu zaman hansı xəstəliyi birinci müalicə etmək məsələsi əsas məsələdir. İltihab zamanı xəstədə sakit halda gecə yuxuda ağrılar artır. Səhər sərtlik əmələ gəlir. Onurğada və oynaqlarda hərəkət məhdudiyyəti yaranır. Xəstə hərəkət zamanı və iltihab əleyhinə dərman qəbul etdiyi zaman ağrılar azalır. Bel lordozu hamarlaşır. Onurğa ətrafında əzəllər hipertrofiyalaşır. Sonralar boyun kifozu, döş kifozunun dərinləşməsi, yəni hiperkifoz, döş fəqərələri ilə qabağı arasında olan oynaqlarda zədələnmələr və bunun nəticəsində döş qəfəsində ağrı əmələ gəlir. Daha sonra isə kompresyon sınıqlar əmələ gələ bilər. İltihab zamanı xəstədə işalgiya ağrıları olmur. Yırtıq zamanı isə xəstə yeridikdə, hərəkət zamanı ağrılar artır. Sakit halda ağrılar azalır. Bel oma nahiyəsində, tutaq ki, L4, L5-də, L5, S1-də sağ ya sol tərəfdə hansı sinir kökünün çıxılmasından asılı olaraq bel oma nahiyəsində ağrı, həmin tərəfdə sağrı nahiyəsində ağrı, buzun arxasında ağrı, baldırlarda ağrı və düz pəncəyə qədər yayılır. Hansı simptomlar üstünlük təşkil edəcəksə, ya disk yırtıqlarının simptomları, ya iltihabı prosesin simptomları. O xəstəlik birinci müalicə olunmalıdır. Ta ki, xəstədə iltihab proses simptomları üstündürsə, birinci spondilolistit müalicə olunacaq, sonradan ya konservativ yolla, dərman müalicəsi ya fizioterapiya ilə, ya da cərrahi yolla disk yırtıqları müalicə olunacaqdır.